Hər birinizi xoş gördük, hörmətli kanal izləyicilərimiz. Bugün sizi gözəl bir 4 otaqlı evimizin təqdimatına, evimizin dəhlizindən başlamışam. Çünki nəyə görə? Heç bir evdə bu genişlikdə dəhliz yoxdur. Baxın, qardırob yığmaq üçün kifayət qədər yer. İstədiyiniz kimi, həmişə istəyirdiniz ki, bu cür yer olsun. İkinci mərtəbə qalxan pilləkənlər, beton pilləkənlər üzü mərmərdən üzdənilib və pilləkənlərin alt hissəsində də yenə də geniş gizli qardırob yığa bilərsiniz. Metal qranit hissələri ümumilikdə istipoldan təchiz olunub, xəttlər də bu hissəyə yığılıb. Burada yerləşir evimizin belə bir geniş işıqlı mətbəx yerləşir. Pəncərələrin qarşısı açıqdır. Burada evimizin sanitar qovşağı da genişdir. Evimiz ümumilikdə cütdaşdan inşa olunub, fundament, kəmər və mərtəbə arası monolit betondur. Bura isə evimizin qonaq otağıdır. Qonaq otağının döşəməsi laminat, tavanlar figurlar, sportçulardan da bəzədilir. Şəbəkə pəncərələr öz həyətyanı sahəsinə baxır. Həyətyanı sahəsini göstərim, sonra evinin ikinci mərtəbəsinin təqdimatını edəcəm. Yerdən 5 daş kürsülü, həyəti tam daşlardan üzdənilib, rahat şəkildə avtomobil daxil ola bilər. Üz görünüşü bu cür nədir, dəyərli izləyicilərimiz? Qiymət münasib qiymətdir. Kombi üçün bu hissədə yer alıb, kommunallar hər birisi yaxınlığında zirzəmisi var ki, artıq əşyalarınızı yerləşdirə bilərsiniz. Evimiz kupçalı evdir. Torpağın da evində kupçası var ki, dövlət ipotekasına yararlıdır. Pilləkənlər yorucu deyil, hörmətli izləyicilərim. Çox rahat pilləkəni var, genişdir. Əgər sizə dövlət ipotekası dediyim kimi ayrılıbsa, dövlət ipotekası sahibi ola bilərsiniz. Daxili kredit deyil. Burada yataq otağından birincisi. Otaqların ölçüsü yaxşıdır, normaldır. Bura ən böyük yataq otağıdır. Burası sonuncu yataq otağı. Bu otaqdan eyvana çıxışı da var. Gördüyünüz bu gözəl evimizin start və qiyməti 107 bin manata təklif olunur. Siz real gəlin, qəşəng endirimimiz də olacaq. 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat da ala bilərsiniz. Hər birinizə bir daha təşəkkür edirəm. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayın.